Salam dəyərli izləyicilər. Bugünkü izahımız olacaq Amerika Birləşmiş Ştatları 2-ci Dünya Müharibəsindən sonra. 1-ci Dünya Müharibəsində də, 2-ci Dünya Müharibəsində də Amerika qalib gəlir. Və 2-ci Dünya Müharibəsinin ABŞ üçün başqa nəticəsini nə deyə bilərik? Qalib gəldi. Ən varlı ölkəyə çevrildi dünyada və qızıl ehtiyatının yarıdan çoxunu əlində cəmləşdirdi və nüvə silahına malik olan bir dövlət oldu. Bu birlik Amerika üçün nəticəsi. Və onu da qeyd edeyim ki, müharibə zamanı Amerikada hakimiyyətdə kim idi? Franklin Roosevelt. Müharibənin sonuna az qalmış artıq Franklin Roosevelt ölür və onun yerinə vitse-prezident kim? Harry Truman gəlir, prezident vəzifəsini icra edir. İndi biz danışaq nədən? Harry Truman'ın dövründə daxili siyasətdən və biraz da xarici siyasətdən danışaq. Daxili siyasətdən deyə bilərik ki, onun siyasəti proqramı adlanır ədalətli xətt. Hansı ki, ədalətli xəttdə Franklin Roosevelt'in yeni xətt siyasətinin belə deyək ki, davamı idi. Və sual verə bilərsiniz ki, bu ədalətli xətt siyasətində nədən bəhs olunur? Burada göstərilir ki, ordu tərxis olunmalıdır və iqtisadiyyat dinc dövrə qədəm qoyulmalıdır. Deməli, nə oldu? Orduda ixtisarların olması, daha doğrusu ordunun tərxis olunması və tərxis olunanların işlə təmin olunması və iqtisadiyyatın dinc dövrə qədəm qoyması. Sual testə düşə bilər ki, iqtisadiyyatın dinc dövrə qədəm qoyması vəziyyəti yaxşılaşdırdı. Əksinə, vəziyyəti pisləşdirdi və xeyli narazılıq yarandı. Və təbii ki, narazılıq yaranırsa, üsyanlar, yəni tətillər, hərəkatlar baş verəcək. Və buna görə də bunun qarşısını almaq üçün 1947-ci ildə Taft-Hartley qanunu qəbul olundu. Burada nə göstərilir? Göstərilir ki, Həmkarlar İttifaqı üzərinə nəzarət qoyulur, əmək münasibətləri tənzimlənir və müəyyən olunmuş vaxtlarda tətil etmək imkanı verilir də, belə deyim. Yəni, müəyyən olunmuş hansı ki vaxtları orada tətil etmək olar. Qalan vaxtlar qadağan olundu. Bunları bildik, onun dövründə oldu ədalətli xəttdə. Sonra, daha doğrusu Taft-Hartley qanununda 1947-ci ildə. Sonra onun dövründə başqa nə deyə bilərik? Deyə bilərik, əmək haqqı artırılır. Sonra hansı ki az gəlirli ailələr var idi, onlar üçün ucuz mənzil tikintisinə başlanılır. Ümumiyyətlə, onun dövrü, qeyd edeyim ki, firavanlıq dövrüdür, yəni yaxşı dövrdür. Sonra bir də onun dövründə daxili siyasətdən onu qeyd eləyək ki, konstitusiyaya düzəliş olur. Hansı ki, burada göstərilir ki, heç kim 2 dəfədən artıq prezident ola bilməzdi. Hansı ki, ondan əvvəl hakimiyyətdə olan Franklin Roosevelt müharibə olduğunu davam etdiyinə görə, yəni bir neçə il hakimiyyətdə, yəni bir neçə dəfə hakimiyyətdə olmuşdu. Və nəhayət gəldik, çatdıq 1948-ci il prezident seçkilərinə. Prezident seçkilərində Harry Truman qalib gələcək. Sonra onun dövrünə nə deyə bilərik? Yenidən prezident seçiləndən sonra daxili vəziyyətdən, hansı ki, bayaq dedik, ucuz mənzil tikintisi, yəni ona vəsait daha da artırıldı, sığorta sistemi daha da genişləndi, tənzimləndi. Bir də onun dövründə Milli Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi, bunlar yaradılır. Həmçinin də bu dövrdə Makkartizm siyasəti var bu dövrdə. O nədir? Senator Makkartinin adı ilə bağlıdır. Yəni, bu mahiyyəti nədir qısa? Qısa onu deyim ki, ABŞ əhalisi kommunist təhlükəsi ilə hədələnirdi və azad fikirli insanlara qarşı təqiblər aparılırdı. Bunu bildik. Sonra bir də onun dövründə nə deyə bilərik? Truman dövründə yenə irqari seçki ilə bağlı deyə bilərik ki, ağdərilərə seçki hüququnun verilməsi məsələsini Truman ilk dəfə olaraq konqresdə qaldırmışdı. Deməli, qaradərilərlə bağlı münasibətlər nə deyə bilərik? İlk dəfə olaraq konqresdə qaradərilərə seçki hüququ verilməsi məsələsini qaldırır. Bunu bildik. Sonra nə deyə bilərik? Onun dövründə xarici siyasətdən biraz danışaq. Xarici siyasəti adlanır atom diplomatiyası və onun dövründə Marshall planı qəbul olunur və Truman doktrinası qəbul olunur. Marshall planının mahiyyəti nədir? Truman doktrinasının mahiyyəti nədir? Marshall planı odur ki, yəni Avropada, müharibədən sonra Avropada iqtisadiyyatı bərpa etmək üçün onlara yəni iqtisadi yardım göstərilməsi. Truman doktrinasının mahiyyəti odur ki, SSR təhlükəsinə qarşı Türkiyə və Yunanistan kimi dövlətlərə, yəni hərbi yardımın göstərilməsi. Bu adlanır. Sonra nə deyə bilərik başqa? Sonra danışa bilərik ki,
ABŞ prezidenti John Kennedy. John Kennedy, onu qeyd edeyim ki, 1960-cı ildə prezident seçkiləri keçiriləcək və bu prezident seçkilərində ilk katolik prezident kimi hakimiyyətə gələcək. 1961-63-cü illərdə hakimiyyətdə oldu və onu da qeyd edeyim ki, onun bir şüarı var idi ki, ölkəmiz siz üçün nə edəcək yox, siz ölkə üçün nə etməlisiniz. Yəni bunu düşünün. Deməli, katolik prezident oldu. Onun dövründə daxili siyasətdə nə deyə bilərik? Yəni, onun dövründə də vəziyyət yaxşıdır. Onun dövründə təhsilə diqqət artırılır, ayrı seçkiliyə qarşı mübarizə aparacaq. Sonra nə deyə bilərik? Onun dövründə vergilər azalır. Sonra sosial müdafiə təmin olunur, hansı xəstələrlə bağlı. Yəni, bu kimi şeylər onun dövrünə aid. Yəni, vəziyyət yaxşı olur onun dövründə. İrqi seçkiliyə qarşı mübarizə aparır, onu da qeyd edeyim. Hətta qara dərilərin buraxılmadığı 2 ştat var ki, onlara da qoşun yerdir. Mississippi və Alabama ştatlarına. Sonra xarici siyasətdə nə deyə bilərik? Xarici siyasətdə əsasən yəni SSR ilə münasibətlər qurmaq idi, onun xarici siyasət əsas mahiyyəti. Sonra nə deyə bilərik? Latin Amerikası ölkələrinə yardım eləyib, yəni maliyyə yardım eləyib asıla salmaq Amerikadan. Bir də ki, Avropa dövlətləri, yəni Qərbi Avropa dövlətləri ilə əməkdaşlıq etmək. Bu, onun xarici siyasətin əsas istiqamətləri hesab olunur. Sonra bir də onun dövrünə aiddir Kuba böhranı, yəni Karib böhranı, hansı ki, Amerika və SSR arasındaydı. Sonra Berlin böhranı 1961, bunu da deyə bilərik. Və Kuba böhranı dünya ilə bir ki, yeni bir müharibə astanasında olur. Və ona görə də razılığa gəlirlər və 1963-cü ildə, görək harada yazmışıq bunu, 63. 63-cü ildə Moskvada razılığa gəlirlər. Burada yəni SSR, Amerika və İngiltərə nümayəndələri iştirak edir və burada qərara alırlar ki, atmosferdə və su altında nüvə silahlarının sınaqdan keçirilməsi qadağan olundu. Onun belə deyim də, yəni bu İrqi seçkiliyə qarşı mübarizə aparması, həmçinin də bu bayaq qeyd elədim ki, atmosferdə və su altında nüvə silahlarının qadağan edilməsi, yəni bu kimi tədbirlərin həyata keçirilməsi əsasən narazı qüvvələri daha da fəallaşdırır və ona qarşı sui-qəsd həyata keçirirlər. 1963-cü ildə Texas şəhərində, daha doğrusu Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürüldü və bu da adlanır tarixdə əsrin cinayəti. Bunu bildik. Sonra danışaq kimdən? Lyndon Johnsondan. Lyndon Johnson 1963-də gəlir, hakimiyyətdə onun dövrüdür. 69-a qədər olmuşdu. Onun əsas məqsədi nə idi? Əsas məqsədi sosializmə alternativ bir cəmiyyət qurmaq istəyirdi. Deməli, 63-69-cu illərdə idarə elədi. Sosializmə alternativ bir cəmiyyət qurmaq istəyirdi. Baş tutdu mu? Xeyr, baş tutmur. Buradan deyə bilərik. Sonra onun dövründə başqa nə deyə bilərik? Onun dövründə mühacirət haqqında qanunlar təxirə salınır. Ona görə də ölkəyə yeni mühacir axını olacaq. İrqi qarşıdurma daha da artır. Hətta o məşhur olan Martin Luther Kingin başçılığı ilə çıxışlar olur. 1968-ci ildə oldu. Amma onu öldürdülər. Onun öldürülməsi onsuz da vəziyyət pis idi. Pis olan vəziyyəti daha da pisləşdirdi. Sonra onun dövründə xarici siyasətdən də biraz danışaq. Xarici siyasətdən nə deyə bilərik? Hamısını danışın prezidentlər. Sonra ümumi sual cavab eləyərik. Sonra xarici siyasətdən deyə bilərik ki, bu yaxın şərq məsələsində, yəni belə deyək, İsrail-Ərəb müharibəsində İsraili müdafiə eləyirdi. Sonra Vyetnam müharibəsi başlanması məsələ Lyndon Johnson dövrünə düşür 65-ci ildə. Sonra bu da elə onun nüfuzunu aşağı salmağının ilə əsas səbəb bu idi. Sonra Lyndon Johnson dövründə irqi seçki ilə bağlı deyə bilərik, daha doğrusu qaradərilərlə münasibətdən deyə bilərik ki, qaradərilərlə ağdərilərə hüquq bərabərliyi təmin olunur onun dövründə. Bunu bildik. 69-cu ildən isə hakimiyyətə gəlir kim? Richard Nixondur. Respublikaçıların nümayəndəsidir o. 74-ə qədər hakimiyyətdə oldu. Başqa nə deyə bilərik? Onun siyasəti adlanır yeni iqtisadi siyasətdir. Bir də onun dövründə, bu sual imtahana düşmüşdü ki, onun dövründə qocalığa görə verilən təqaüdlər artır. Sonra işsizlərə görə müavinət verilməsi nəzərdə tutulur. Hansı ki, bunda işsizlərə görə müavinətin verilməyi nəzərdə tutulur. Amma Ronald Reaganın dövründə isə bu aradan qaldırılacaq. Deməli, 69-74-cü illərdə oldu. Respublikaçıların nümayəndəsidir. Yeni iqtisadi siyasət adlanır. Qocalığa görə təqaüdlər artırılır. Bir də
işsizliyə görə müavinətlərin verilməsi nəzərdə tutulur. Sonra xarici siyasətdən nə deyə bilərik onun dövründə? Xarici siyasətdən deyə bilərik ki, Vyetnam müharibəsinin başa çatması 1965-də başlamışdı da, bayaq dedim. Başa çatması 73-cü ildə başa çatır, razılıq olur və ABŞ burada, yəni təbii ki, şimal və cənub arasında oldu. Şimala kömək edirdi SSR, cənuba kömək edirdi Amerika və nəticəsində cənub, Amerika bunlar məğlub oldular və ABŞ qoşunlarını Cənubi Vyetnamdan çıxardı. Yəni bu müharibənin bitməsi, müqavilənin imzalanması onun nüfuzunu artırdı. Hərçənd ki, yəni müharibədə məğlub oldular, amma nüfuzu artırdı, yəni müharibədən çıxardır. Sonra bir də nə deyə bilər? Bir də onun dövründə SSR ilə danışıqlar olur. Yaxın və daha doğrusu SSR Moskvada danışıqlar olacaq. Richard Nixon və Brejnevin dövründə 1972-ci ildədir. Burada nə göstərilir? Orada göstərilir ki, strateji hücum silahlarının məhdudlaşması və azaldılması haqqında yəni razılıq əldə olundu. 73-cü ildə dedik ki, müharibə bitdi, Vyetnamdan qoşunlarını çıxartdı. Sonra nədən danışa bilər? Bir də Watergate əhvalatı testə düşə bilər. Daha doğrusu xronologiya kimi 1900, yəni 72-ci ildə oldu Watergate əhvalatı. 74-də istefa elədi, da belə deyim. Sonra kimlə danışaq? Sonra danışaq ABŞ prezidenti Ronald Reaganla. Bu da respublikaçı nümayəndəsidir. 1980-ci il seçkilərində qalib gələcək. 81-89-cu illərdə Amerikanı idarə etmişdi. Onun siyasət proqramı platforması adlanır Reaganomikadır. Yəni burada nə göstərilir? Yəni bir sıra sosial tədbirlər, iqtisadi tədbirlər, yəni həyata keçirilir. Nə deyə bilərik? Büdcə xərcləri azalır. Sonra enerji problemi həll olur. Sonra nə deyə bilərik? Neft üzərinə nəzarət ləğv olur. Sonra xüsusi sahibkarlıq dirçəlir. Kapital qoyuluşu artır. Yəni və s. də belə deyək ki, onun dövründə vəziyyət yaxşı oldu. Bir də onun dövrünü ilk dəfə qeyd eləyək ki, ilk fərdi kompüter, mobil telefon rabitəsidir. Hərbi xərclər də xeyli azalacaq onun dövründə. Sonra başqa nə deyə bilər? Xeyli artır daha doğrusu, üzr istəyirəm. Yəni onun islahatları həm bəhrəsini verirmi? Bəli, verir. İqtisadi böhran dayanır, işsizlik zat hamısı aşağı düşür. İqtisadiyyat inkişaf edir də, belə deyək bir sözlə. Sonra onun dövründə xarici siyasətdən nə deyə bilərik? Burada qeyd eləməmişəm xarici. Yox, şifahi danışaraq. Xarici siyasətdən deyə bilərik ki, nədir? SSR-ni Şər imperiyası adlandırırdı. Bunu deyə bilərik. Sonra başqa xarici siyasətdə nə deyə bilərik? Xarici siyasət antikomünist siyasəti yeridirdi. SSR-yə qarşı Ulduzlar müharibəsi proqramı belə adlanırdı. Belə deyə bilərik. Sonra bir də onun dövründə, onu da qeyd edeyim, yadımdan çıxmasın. 1985-88-ci illərdə SSR ilə görüşlər nəticəsində yaxın və orta mənzilli raketlərin ləğv olunması haqqında müqavilə imzaladı. Bu bildik. Və bu təbii ki, kitabda qeyd olunur ki, bu deyir Mikhail Gorbaçovun uğursuzluğu Ronald Reaganın da uğuru hesab olunur. Bu bildik. Sonra kimlə danışaq? Sonra Atabuşdan danışaq. Atabuşdan əvvəl desəm Balabuşu yazmışam. Desəm ata yoxdur, bir də görürəm. Həyib yox, qoy şifahi deyim onda. Ola bilər. Onu qeyd eləməmişəm burada. Nəsə, Atabuş qısa konkret deyim ki, 1989-93-cü illərdə Amerikada prezident olur. Sonra bir də testdə sual düşə bilər ki, Panamaya hərbi müdaxilə məhz elə Atabuşun dövründədir, 1989. Almaniyanın birləşməyinə tez reaksiya vermək 1990 ilə Atabuşun dövründədir. Sonra Ərəb-İsrail müharibəsində danışıqlarda vasitəçilik Atabuşdur. Sonra Körfəz müharibəsi, Səhrada tufan əməliyyatı məhz elə Atabuşun dövründədir. Sonra soyuq müharibənin testə düşə bilər, diqqətli olun. Soyuq müharibənin bitməsi elə Atabuşun dövründədir. 93-ə qədər idarə eləyib də, belə deyək. Sonra ondan sonra hakimiyyətə gəlir Bill Clinton. Bu Bill Clinton da yazmamışam bir dəqiqə. Yaxşı, Bill Clinton'ı qeyd edeyim. Bill Clinton 1993-2001-ci illərdə hakimiyyətdə oldu. Onun dövründə, yəni onun dövründə vəziyyət yaxşı olur, işsizlik azalır, büdcə kəsiri azalır, təhsil sayəsində islahatlar keçirilir, hərbi xərclər azalır. Bunu deyə bilərik. Xarici siyasətdən qeyd edeyim ki, bir dənə bunu diqqətlə yadda saxlayın. Amerikanın Rusiya ilə münasibətləri normallaşır. SSR yox, diqqətli olun, Rusiya ilə münasibətləri normallaşır. Balkanlarda baş verən yəni müharibədə sülhün imzalanmağına nail olur. Yəni Balkanlar deyən Yugoslaviyanın dağılması da, belə deyək.
Sonra Qarabağ münaqişəsinin həll olunmağında da yəni fəal iştirak eləyirdi, belə deyək. Bill Clinton. Deməli, Bill Clinton demokratların nümayəndəsidir. 93-2001-ci illərdə hakimiyyətdə oldu. Xarici siyasətdən dedik ki, yəni liberal mövqe tuturdu. Rusiya ilə münasibətlər normallaşır. Balkanlarda baş verən müharibədə sülhün qorunmağına nail olur. Ərəb-İsrail müharibəsi danışıqlara cəhd edir, həmçinin Qarabağ müharibəsində. Sonra keçək nəhayət ki, bu oğul Buşa, kiçik Buşa. Kiçik Buş 2001-2009-cu illərdə Amerikada prezident olur. Onun dövründə vergi islahatı keçirilir. Yəni nə deməkdir? Vergilərin aşağı-yuxarı həddi müəyyən olunur. Bəzi vergilər var ki, 10 il ərzində ixtisar olunacaq, xeyli ixtisar olunur. Deməli, bu daxili siyasəti oldu. Bir də onun dövrünə nə deyə bilərik? Onun dövrünə məşhur o 11 sentyabr əkiz binaların partladılması hadisəsi də məhz onun dövrünə aiddir. 2001-ci sentyabrın 11-də, 11 sentyabr hadisəsi. Və bundan sonra artıq xarici siyasətində bir sıra dəyişikliklər edəcək. Yəni Əfqanistana müdaxilə eləyəcək. 2001-ci ildə Talibanla yəni mübarizə aparmaq adı altında, 2003-cü ildə İraqa qoşun yeridəcək, kimyəvi silah axtarmaq adı altında, hətta orada İraqda hakimiyyətdə olan Səddam Hüseyn rejimini də devirəcək. Səddam Hüseyn rejimini də devirdi. Sonra bunu bildi. Sonra hakimiyyətə kim gəlir? Barack Obama, qaradərili Barack Obama 2009-2017-ci ildə Amerikada hakimiyyətdə oldu və onun dövründə, hakimiyyət dövründə dünya iqtisadi böhranı baş verdi. Yəni yeni maliyyə böhranı baş verdi onun dövründə. Sonra nə deyə bilərik? Onun dövründə xarici siyasətdən nə deyə bilərik? Xarici siyasətdən deyə bilərik ki, Taliban və əsas da Taliban məsələsi, bir də İraqda məsələ, onunla danışaq. Yəni Əfqanistanı Talibanla mübarizə aparmaq üçün yeni qoşun göndərir. Diqqətli olun. Əfqanistanda Talibana qarşı mübarizə aparmaq üçün yeni qoşun göndərir. Həmçinin axı İraq ərazisində də ABŞ qoşunları vardı. Onun sayının azaldılması və tədricən çıxarılması haqqında qərar qəbul olunur. Və nəhayət keçək bu kimə? Donald Trump. Donald Trump 2017-ci ildən hakimiyyətdədir, 2021-ə qədər, 17-dən 21, yəni birinci prezidentlik dövrüdür. Yəni 16-cı il seçkilərində qalib gəlmişdi. Respublikaçıların nümayəndəsidir və onun dövründə xarici siyasətdən deyə bilərik ki, İrandır, Rusiyadır, sonra Şimali Koreya bu kimi dövlətlərlə, yəni münasibətləri nizamlamaq üçün addım atır. Həmçinin onun dövründə Şimali Koreya və Cənubi Koreya arasında danışıqlar, iki tərəfli danışıqların başlansa da, amma bu proses yəni uğurlu olmur da, belə deyək. Sonra kimdən danışaq? Joe Biden'dən danışaq. Joe Biden 2021-2025-ci illərdə Amerikanı idarə edir. 2020-ci il yəni prezident seçkilərində seçilir. Demokratların nümayəndəsidir və onun Donald Trump'dan fərqi nədir? Donald Trump'dan fərqi odur ki, xarici siyasətdə Rusiyanı sərt tənqid edirdi. Hətta biz bilirik ki, Rus-Ukrayna müharibəsi hətta indi də davam edir, elə bitməyib. Bu müharibədə, Rus-Ukrayna müharibəsində Ukraynanı dəstəkləyirdi. Hərbi dəstək və maliyyə yardımları deyə bilərik. Bu izahımız bitdi. Bu Rusiyadır. Bu izah bitdi. İndi ümumi təkrar edək. Hansı ABŞ prezidentidir ki, onun dövründə vergi islahatı keçirildi və vergilərin aşağı-yuxarı həddi müəyyən olundu? Kimdir o? Kiçik Buşdur. Bəs kimin dövründə Əfqanistana qoşun yeridildi? 2001-ci ildə, yəni Kiçik Buşun dövründə. Sonra kimin dövründə Panamaya hərbi müdaxilə olundu? Panamaya müdaxilə olacaq Ata Buşun dövründə. Sonra kimin dövründə artıq, yəni liberal xarici siyasət yeridir, Rusiya ilə münasibətlər normallaşır? Bill Clinton dövründə. Sonra kimin dövründə Almaniyanın birləşməyinə tez reaksiya vermişdi? Məhz George Bush, yəni Ata Buşun dövründə. Bəs kimin dövründə yaxın və orta mənzilli raketlərin ləğv olunması haqqında müqavilə imzalanır? 85-88-ci illərdə. Sonra kimin dövründə siyasəti belə adlanır? Yeni iqtisadi siyasət. Bu kimdədir? Richard Nixondadır. Kimin dövründə Vyetnam müharibəsi başa çatır? Yenə də Nixonun dövründədir. Sonra kimin dövründə artıq iç fərdi kompüterlər, mobil telefon rabitəsi, onun kimin dövründədir? Ronald Reagan, artıq çox danışmışam, cümlələr səhv deyirəm. Watergate əhvalatı kimin dövründədir?
Richard Nixonun dövründədir. Sonra kimin dövründə Vyetnam müharibəsi başlayır? Vyetnam müharibəsi başlayacaq Lyndon Johnson dövründə. Sonra Kuba böhranı, yəni Karib böhranı, Berlin böhranı kimin dövrünə düşür? John Kennedy. Katolik prezident kim idi? Yenə də John Kennedy'dir. Yeni hüdudlar siyasəti kimin idi? John Kennedy. Ədalətli xətt siyasəti Harry Truman'in. Bəs yeni xətt siyasəti Franklin Roosevelt'in. Taft-Hartley qanunu 1947. Nə göstərilir orada? Həmkarlar İttifaqı üzərinə dövlət nəzarəti güclənir, əmək münasibətləri tənzimlənir və müəyyən olunmuş vaxtlarda tətil etmə hüququ vardır. Yəni qalan vaxtlarda qadağan olunur. Kimin dövrü artıq firavanlıq dövrü adlanır? Harry Truman'in dövrü. Sonra Makkartizm siyasəti kimin dövründədir? Yenə də Harry Truman'in dövründə. Amerika mövzusu düzdür, çox çətin mövzudur. Ümid edirəm ki, sizə faydalı oldu. Növbəti izahlarda görüşərik.